May ayında sizi nə gözləyir? Burçlar üzərindən baxım edəcəm. Deməli, birinci istəyirəm başlayam oğlaqlardan. Xatırlatmaq istəyirəm ki, baxımlar ümumidir. Şəxsi baxım istəsəniz Instagram üzərindən müraciət edə bilərsiniz. Deməli, oğlaqlar, may ayında sizi ani konfliktlər gözləyə bilər, ani narahatçılıqlar və çıxılmaz bir vəziyyət gözləyə bilər. Bu da sizin etdiyiniz hərəkətlərə görə ola bilər, ya da ki, yəni həmin ayda etdiyiniz hərəkətlər ucbatından ola bilər. Həmçinin də ondan qabaq etdiyiniz hər hansı bir hərəkətin may ayında artıq siz bunun necə deyirlər, nəticəsini, yəni negativ nəticəsini almalı olacaqsınız. Həmçinin də belə bir şey var ki, həm sizin hərəkətləriniz ucbatından ola bilər, həm də ki, sizin ünsürünüzdən olan insanların, deməli bu torpaq ünsüründən boğa, qız, oğlaq ola bilər. Sizin ünsürünüzdən olan insanlarla diqqətli olun. Həmçinin də bunlar sizdən dövlətli status olaraq da yüksək olan insanlar ola bilər. Ona görə diqqətli olursunuz.